Tamam, başlayaq. Ben homework 9'u vermişdim də məncə. Bəli. Tamam. Nəqə səhvlərindən başlayaq. Okey, bir dənə burada bir şey gördüm, onu soruşum sən. Bir dəqiqə. Ha, burada en yazmısan ya. Bu nə deməkdir? Ha? Burada en yazmısan ya. Məsələn, yes, drop en. Yəni enə böl. Enə böl. Okey. Amma bu o mənaya gəlmir əslində yazdığın şey. Hardansa yazmışdın bu kodu? Yoxsa özün yazmışdın? Dəqiq. Özüm. Bəli. Tamam. Amma bu yəni bu en, yəni çox vaxt ChatGPT falan istifadə eləyir bu eni. Bu en bildiyimiz end line-dır. Amma bunu gətirib yes-in içində yazır. Yəni bu yes böl n deyil, çünki biraz mənasız olar. Yəni sən çıxışa yes verməlisən, amma yes böl n niyə verəsən ki? Məsələn, gəl suala baxaq. F sualı. Yəni çox asan sualdır. Deyir ki, x, a, b intervalındadırsa yes verməlisən, deyilsə no verməlisən. Okey. Yəni biz burada yes böl n-in əslində mənası yoxdur. Sadəcə bəzi yəni okey, əgər köçürməmsən belə, sadəcə yəni bəzi ChatGPT falan belə yazır deyə o hiss olunur yəni. Çünki mən belə şey öyrətməmişəm sənə, ona görə deyirəm. Yəni bunun əslində yəni mənası nədir desən, sadəcə end-line deməkdir. Yəni eyni şey. Yəni bağa baxaq məsələn, cout-a 2 verirəm, drop n. Cout 3 məsələn. Bax, indi run eləsək alt-alta görəcəyik əslində bunu. Gördün 2-3. Amma yəni bunu silib adi qaydayla biz yazdığımız kimi end-line ilə yazsaq yenə də 2-3 verəcəkdik. Tamam. Okey, onda səhvlərinə baxaq. Okey. Adi riyazi hesablama olmalıydı bu sual. Baxaq görək nə səhv yazmısan kodunda. Kodda sadəcə istəyir ki, bizdən x verilir. X əgər 13-dən böyük bərabərdirsə, bu hesablamayı eləməlisən yuxarıdakı. Əgər kiçiksə aşağıdakını eləməlisən. Baxın nə yazmısan. Yox, C sualıdır. D sualı. 73 var. Bir saniye baxaq. 73 bal. Buradakı ədədləri yoxlamışdın, nə verir? Yox. Tamam, gəl baxaq görə birinci düz verilmə. 73 o demək ki, kodun böyük bir hissəsi düzdür. 8-ə 1380 verdi. Düzdür. Mənfi 11-ə. Baxaq görə buna nə verir? Mənfi 11. O da mənfi 4206 verdi. Tamam, baxaq görə bunları düz yazmışam. Yəni 3 vur x vur x. Okey, x-in kubu. Bunu təzə dərsimizdən öyrəndiyimiz kimi necə yazarıq? Power-la. Power x3. Ay, sağ ol, qəşəngsən. Bunu da power x2 yazarıq. Bu ehtimalla bu səhv olacaq. Bunu da long eləməliydim. Okey. Hə, böyük ehtimalla elə səhv oldu əslində. Yenə belə bir dənə yoxlayaq, olmasa bir də özümüzdən şeylər verib yoxlayarıq. Səbəbini də deyəcəm niyə səhvdir. Bu submit olunur, bax, mən ondan yazdım. Deməli, qalan kodun əslində düz oxşur. Y bərabərdir buna. Y, okey. Bax, 100 bal verdi. Bu bilsən nədir problem? Sən məsələn x-ə int demişdin. Amma gəlib məsələn tutaq ki, düşün ki, burada x-in bir məsələn dəyəri olur, min. Sən o mini 3 dəfə öz-özünə vurursan, artıq o intin maksimumuna yaxınlaşır.
Ona görə sən elə bil ki, bax x-i vura-vura gedəndə əslində x özün bir növ update eləmiş kimi o görsənir. Sən okey, bax bunun cavabı long-longla bərabər edirsən. Çünki düşünürsən ki, cavab böyük alınacaq. Bu düşüncə əla. Amma sən burada int verdiyin üçün burada olan hesablama var ha. Orada olan hesablamalarda bəzi problemlər yaranır. Çünki ola bilsin ki, sən orada hesabladığın bir dəyər onu aşsın, yəni intin özündə tuta biləcəyini aşsın. Tamam, səhv o idi. Y də eyni tiplidirmi? Yox. Okey, baxaq onda bu suallara. Nə deyir Y-də? Y-də sənə deyir ki, 4 rəqəmli bir ədəd verilibdir. Bunu tap ki, əgər deyir ki, ancaq 2 dənə rəqəmdən ibarət olsun. Yəni 3 dənə rəqəm olmasın məsələn. Bir də ki, hər bir rəqəm 2 dəfə təkrarlansın. Okey, baxaq. Nə yazmışsan? Uzun bir şey yazmışam. Qəşəng. Biraz uzun aldım. Ola bilər, uzun idi bunun kodunu biraz. Tamam, baxaq. Deməli, birinci gəl burada baxaq görək nə vaxt həmin rəqəmlər bərabər ola bilər. Məsələn, buna A yaz. Niyə belə yazır? Bəlkə orada aşağıda başqanı siz seçərsiniz. Ola bilər. Düz deyirsən. Tamam. Bax, məsələn, buna bir dənə dəyərlərini deyirəm. A, B, C, D. 4 rəqəmli şeyləri, rəqəmləri. İndi məsələn, nümunə kimi baxaq ki, hansıları bərabər ola bilər. Məsələn, 4, 4, 3 şəklində ola bilər. 4, 3, 4, 3 ola bilər. Sonra 4, 3, 3, 4. Başqa hansı ola bilər? Məsələn, 3 ilə başlaya bilər. 3, 4, 3. Əslində bunun fərqi olmayacaq o qədər də. Məncə bu qədər hal olur. Bir dənə yenə də düşünüm. Okey, baxaq görə nə yazmışsan kodda. Deməli, demişsən ki, A ilə B bərabər olsa, A ilə B. Yəni, məsələn, bu hal. Və C ilə də D bərabər olsa, qəşəng. Sonra demişsən ki, A ilə C bərabər olmasa. Yəni, bundan bu ki, biz bilək ki, 2 dənə rəqəm işlətmişik ancaq. Düz. Bəli. Qəşəng. Sonra baxaq bu halda nə yazmışsan. Yazmışsan ki, A bərabərdirsə C-yə, yəni bax bu hala baxırsan. 4 4-ə bərabərdir. B də D-yə. Okey, 3 də 3-ə bərabərdir. Və bir dənə də yoxlamısan ki, A ilə B bir-birinə bərabər olmasın. Tamam, bu da düz. Son baxmısan ki, A ilə D bir-birinə bərabər olsun. Bu hal. B ilə C və A ilə B də bir-birinə bərabər olmasın. Okey. Bilsən problem nədir? Bax. Burada return 0 yazmışsan. Bu hal üçün sənin kodun avtomatik dayanacaq. Yəni, cavabı tapdısa dayanır. Bu düzdür. Əslində belə yazmalıydı. O return 0-la bunun içində olmadığı üçün sən bu kodu yazanda, məsələn, bu hal düzdür də tutaq ki. Bax, məsələn, bu hal hansıdır? A ilə C bir-birinə bərabər olsun. Məsələn, 43 ilə 43. Gəl, məsələn, 43 ilə 43 yazaq görək nə verəcək sənin kodun. Mən prosta görmüşdüm, axırda yazdılar. Mən bir dəfə burada yazmaq istədim. Deyirəm, bəlkə okey, deyəcəm indi mənasını. Bax. Qəşəng ol belə yazmaq. Deyək nədir mənası. Bax. Mən məsələn gördün 43 elədim. Yes verdi, bir də no verdi. Əslində nə verməli idi? Təkcə yes verməli idi. Bu hardan səbəbi gəlir? Biz həmişə kodu burada yazırdıq return 0, düzdür? Aşağıda. İndi isə bunun məsələn burada yazıldığını görürük. Okey, bunun burada yazılmağı nə deməkdir? Return 0 avtomatik olaraq kodu dayandırır. Yəni, bax, biz əslində kodun axırına gəlir və return 0-ı görür, deyir ki, kod dayandı. Və belə bir şey var. Sən return 0-ı harda yazsan, return 0 özündən əvvəlkilərə baxır ancaq, yəni yuxarıya. Artıq özündən aşağıya baxmır. Bir növ knopkanı basır, elə bir kodu söndürür.
Burada stop var, eyni stop kimi işləyir. Yəni return 0 gördü, dayandı kod. Yəni bunun aşağısına sən uzun belə bir şey yazsan belə mənası olmayacaq. Bax, gəl adi baxaq. Gördün mən düz burada yazmışam, sinin altında. Aşağılara baxmayacaq onda. Məsələn, bir rəqəm yazıram. 1234. Heç nə vermədi. Çünki görsən, buna qədər ancaq sin. Aha, denə. Bəs return-u niyə yazırlar? Mənası yəni. Harda? Burada. Burada. Yəni onsuz yazsaq nə olacaq? Hə. Okey. Yəni bu ən axırda yazmasam problem yoxdur. Amma hər ehtimala yazırıq ki, ola bilsin ki, kod dayanmadı nə vaxtsa. O da sonsuz dövrəyə girir bir növ. Yəni bunu yazmasan əslində kod düz işləyəcək axırında return 0 yazmasan. Mən adətən yazmıram. Amma sadəcə tövsiyə olunur ki, return 0 yazın ki, yəni bəzən ola bilər ki, kod dayanmır da. Yəni o return 0 lazımdır ki, yəni hər bir halda dayansın o kod sənin axırıncı sətrindən sonra. Amma belə yadından çıxsa problem deyil. Ümumi hallarda. Əgər force major bir hal çıxmasa. Tamam. Hə, indi gəl bura baxaq məsələyə. Burada sən return 0 yazsan, bu o deməkdir ki, əgər mən bu halı tapmışamsa, bu hal düzdürsə, onda mənim kodum artıq aşağıdakı hissələrə baxmağın ehtiyacı yoxdur. Avtomatik kodu burada dayandı. Amma sən burada return 0 yazmamısan deyə, bu kod avtomatik dayanmır orada. Ona görə də gəlib burada cout yes-i verir. Sonra gəlib sən cout no-nu hər bir halda verirsən axı çıxışa. O gəlib bir də cout no-nu verir. Ona görə bunların hamısının altına return 0 yazmalıydın ki, kod avtomatik dayansın. Fərqli növdə bu kodu qısa necə görsədərdin? Bir dənə yazardın if a b-yə bərabərdirsə and c d-yə bərabərdirsə and a bərabər deyilsə c-yə. Onda gəl cout-a yes ver. Else if artıq return 0-a ehtiyac olmayacaq bu halda. Else if a bərabərdirsə c-yə, eyni bunları köçürdürəm. And b bərabərdirsə d-yə, and a bərabər deyilsə b-yə, cout-a gəl yenə yes ver. Sadəcə kodun qısa görsənsin deyə deyirəm bunu. Bu getdi. Deməli, bunların hamısını yazdıq ora. Bir dənə də else if lazımdır bizə. A bərabərdirsə d-yə, and b bərabərdirsə c-yə, and a bərabər deyilsə b-yə. Onda da gəl cout-a yes ver. Niyə and yazırıq? Çünki görürsən, bu düzdür, düşdüm bura. Bu düzdür, yenə düşdüm bura. Bu düzdür, yenə düşdüm bura, bura gəldi. Yəni 3 dənə yazdığın şərtdə ödənməlidir. Ona görə də and istifadə elədik. Bu halda yazdıq. Yox, qaldı bir dənə cout no. Onu da yazırıq ki, hər bir halda gəl cout-a no-nu ver. Yox, kod qutardı. Görürsən, bayaqçıdan necə qısaldı. Bayaq kimi də yaza bilərsən. Sadəcə belə yazmaq daha qısa görsətdi kodumuzu. Gəl bunu da submit eləyək. Yes sualı. Müəllim, olur bir dənə sual? Aha, soruş. Bəs bu boşluqları niyə yazırsınız? Buradakı? Yox, yəni cinin və intin arasında. Hə, burada. O mən sadəcə kodu rahat oxuyum deyə yazıram. Bax, yəni bir dənə buna bax, gözlə, fərqi özündə görəsən. Bu məndə əvvəl anlamırdım. İlk başda koda yazanda belə yazırdım. Sonra bir müəllimim belə öyrətdi deyə artıq elə əlim öyrəşdi. Bax, sinyen olanda görsən bitişirdi ya. Biraz kod həm səliqəsiz görsənir, həm özünü oxumağa çətinləşdirir. Yəni bax görsən n-lə n qarışıbdır məsələn, çox belə qarışıq görsənər. Amma buradakı boşluqlar sini aydın göstərir sənə. N aydın göstərir. Bax mən adi burada da qoyuram məsələn. Normalda belə yazırıq da tutaq ki, bərabər bitişik. Görsən bununla bunun görə arasında nə qədər fərq var? Gördün? Rahat oxunur ikinci versiyası. Tamam. Çox sağ ol. Yəni sən bitişi belə də yaza bilərsən, yəni okey, problem yoxdur. O insanın özündən asılıdır. Amma belə rahatsa çalış əlini belə öyrət. Amma ilk başlarda bitişi yazmağın okeydir yəni. Okey, bax 100 bal oldu. Tamam, anladım buradakı səhvi. Orada sən kodun return 0-da sadəcə az yazmışdın deyə dayandırmırdı bəzi yerlərdən. Tamam. Okey, Y sualına yazdın. H sualı. H sualına nə deyir? Deyir A, B, C, D verilib. Deyir ki bu kvadratdır yoxsa yox. Kvadrat nə? Yəni kvadratsa deyir sahəsini ver, deyilsə no ver. Kvadrat nə vaxt olur? 4 tərəfdə bir-birinə bərabər olmalıdır. Ki baxaq görəsən nə yazmısan.
A bərabərdirsə B-yə, B bərabərdirsə C-yə, C bərabərdirsə D-yə. Amma bir dənə şərti unutmusan. Gəl baxaq məsələn. Demisən ki, mən məsələn yazıram indi, tutaq ki, sənin üçün bir ədəd. Görəsən ki, səhv işləyir. Bax, məsələn 7, 7, 7. Bir də 3. Bu əslində 0 verməlidir səncə? Bəli. 0 verməlidir səncə bu hal? 7, 7, 3. Bizdən sualda deyək ki, kvadratdır yoxsa yox? A kvadratdır yoxsa yox? Məncə yox. Aysa, 0 verməlidir. Amma sənin koduna bax. Sən koduna 0 verir. Bir dəqiqə. Səhv çıxartdım mən. Bir dəqiqə, o nə vaxt olmalıdır onda? Yox, əslində bir dəqiqə düz olmalıdır. Bir dəqiqə. A B-yə bərabərdirsə, okey, 7, 7. B də C-yə bərabərdirsə və C də D-yə bərabərdirsə, okey, düz olmalıdır bu. Bəs nədir problem? Harf sualı. Bəlkə double yazmalıydım. Yox, bax, Yoxsa burada yazıb ki, integer. Integer yazanda narahat olma. Yəni int olmalıdır ya da long olmalıdır. Məsələn, gəl özümüzdən ədədlər verək, yoxlayaq. Belə olanda çağırış özündən durmadan ədədlər verməyə başla. Məsələn, 7, 3, 7, 7. No verdi, okey, düzdür. Məsələn, 7, 7, 7-yə baxaq. 7, 7, 7. Bax, yenə eyni səhvdir. Siyahut no-nu həmişə verir. Görsən, 49 olub. Yəni, ona görə bax, sən neynə? Bir də bax, bu cür ifləri yazma. Bax, ifi belə yaz. A bərabər, hamısının bir şərtin içində yaz. Nə istəyirsən sən? İstəyirsən ki, bu 3 şərtdə eyni anda ödənsin. Okey, yaz ki, A bərabərdirsə B-yə, and B bərabərdirsə C-yə, and C bərabərdirsə D-yə. Onda gəl siyahıta A vur A-nı ver. Else. Sən bu else yazmırsan deyə, burada yazırsan kodu. O da həmişə gəlib onu verir çıxışa. Tamam. Ona görə gəlib bu else-in içində yazanda artıq. O gəlib birinci end line. O gəlib birinci bunu yoxlayacaq, bu şərti. Düzdürsə A vur A-nı verəcək. Əks halda gəlib no-nu verəcək. İndi məsələn 7, 7, 7-ni yazsaq. 7, 7, 7. Təkcə 49 verdi, gördün? Çünki no-nu sadəcə bu düz olmadığı halda verir. Sən bayaq ki kodun no-nu hər bir halda verirdi. Səhv o idi. Tamam? Ya bunu da sabit. Bəli, başa. Tamam, bu da iyi. Aydındır bu sualda. Bəli. Tamam. Burada bunları yazmışsan. El sualı. Okey, geçer. Tamam, M sualına baxaq. Nə deyir M sualında bizə? 4 dənə real number. Real number, yəni double. Aha, double'dır. Azərbaycan dilindən həqiqi ədədlərdir, yəni bütün olan bir ədədlərdir, ona görə double olmalıdır. Nə istəyir bizə? Burada bildim, bu digər uşaqda var idi, o da qarışdırmışdı. Böyük ehtimalı sən də qarışdırmışsan bu şərtin. Gözlə bir dənə oxuyum. Deməli, some of the first two or first three and... Okey, deyir ki, birinci, bunun cəmin tap. Sonra bu üçünün cəmin tap. Sonra da bu dördünün cəmin tap. Və onlara alt-altı çıxışa ver, amma deyir ki, 4 işarə dəqiqliyindən yuvarlaqlaşdır. Ya baxaq görək nə yazmışsan. Bu kodunu axırıncı atmışsan. Square root. Bu başqa sualın əlini oxşadır. Bəli. Mən çaşmışdım məncə. Mən başqa sual. Ola bilər. Tamam, onda gələ sənlə bərabər yazaq. Deməli, bizə nə istəyir? Deyir ki, 4 dənə double ədəd verilir. A, B, C, D. Birinci nə verməli? Yox.
Coutdan qabaq nə etməliyik? Bizə deyir ki, hər birini 4 işarə dəqiqliyinə yuvarlaşdır. Ona görə gəl bir dənə birinci tanıdaq, məsələn. Məsələn olsun. Elə gəl cavabda verək də. Cout A plus B, amma sin eləyək birinci. A, B, C, D. Birinci çıxışa A plus B-ni verməliyik. Nə deyək bizə? Deyək ki, the sum of first two. Yəni ilk ikisinin. Sonra ilk üçününkü verməliyik. A plus B plus C. Sonra hamısının, yəni 4 ədədində. Ona görə A plus B plus C plus D. Burada bir dənə bunu qoyuram. Bunu qoyuram. Okay. Aha, deməli. Biz nə etməliyik? Deyir ki, 4 işarə dəqiqliyinə yuvarlaşdırmalıyıq. Onda nə öyrənmişdik biz? Cout precision. Yadındadır? Precision. Nə yazmalıyım? 4 yazmalıyım. 4 işarə dəqiqliyinə yuvarlaşdırdıq. Bir dənə də bunun qabağına fixed yazmalıyıq ki, bu ədədlərin cavabı nədirsə, onu fixed elə. Yəni update elə ki, 4 işarə dəqiqliyindən olsun. Gəl bir dənə bunu run eləyək, görək nə olur. Belə yazalım. Okay. Aha. 4.9125, 8.3691, 8.2455. Amma bir dənə problem nəymiş? Bunları endline-dən verməliyik. Handle. Okay. Güzel. Necə submit eləyək bunu? Ops. Tamam, bu da 100 var. Aydın oldu mu sual? Qəşəng. Mən eni də məncə əvvəlki kimi başqasını elədim. Baxın. Yox, Yoxsa eni düz eləmişsən. Prosta MP qəşəng. mən belə yazmışdım, o başqa cür yazılıb mənə. Düz yazmısan, amma 2 dənə şey verməlisən çıxışa bax. Biri circumference, yəni perimetri, bu sənin tapdığında 2 pi-r. Bir dənə də pi-r kvadratını verməlisən areasını, yəni sahəsini. Bax görsən, burada 2 dənə veribdir. İndi bax, gəl sənin kodunun üstündə elə update eləyək, ataq. MP olan düzdür, 3.14 yazma. MP, okey. Sonra gəlməlisən bir dənə bunun yanında. Verməlisən ki, prosta burada neçə işarəsi dəqiqliyindən deyirdi. Hə, bax bir də bunu unutmuşsan. 4 işarə dəqiqliyindən çıxışa ver. Ona görə bayaqki kimi yazacağıq indi. Deməli, kopya elədim, gəldim bura. Double R, 2 MPR boşdur. MP R kvadrat. İndi bura nə yazmalıyam? Deyir ki, 4 işarə dəqiqliyindən. Bayaqki kimi nə yazacağım? Centruensi yoxsa? Cout nöqtə precision. İçində 4 yazım. Bir dənə nəyi unutdum burada yazmağa bu Coutda. Update olunsun deyə. Endline yoxsa? Yox, bax burada yazırdıq. Update olunma, yəni bir növ ingiliscəsindən də Fixed. Ay, sağ ol, qəşəngsən. Fixed. Fixed, bax belə yadına saxla. Sadəcə bir dənə bu sözü öyrən. İçinə neçə işarə dəqiqliyinə yuvarlaqlaşdıracağını yazsan. Sonra da bura yazırsan ki, bu dəyərləri update eləsin, o fixed eləsin. Müəllim, precision nə idi? Yəni deyə bilərsiniz. Aha, deyərəm, niyə demirəm. Gözlə. Burada baxaq. Çox sağ ol. Bax, deməli. Məsələn, sənə verilib 2.30 313 verilibdir. Sənə də tutaq ki, bayaqki sual kimi deyir ki, 2 işarə dəqiqliyindən yuvarlaqlaşdır.
2 işarə dəqiqlə yuvarlaşdır o deməkdir ki, nöqtədən sonra səndə 2 ədəd görsənəcək. Bax, bunu unut hələ ki. Bax, məsələn, buna bax. Sən riyaziyyatda belə bir şeylər deyilir. Məsələn, bu işarəyə görə, bu rəqəmə görə yuvarlaqlaşdır ədədini. Onda nə edirdik? Biz bundan sonramki rəqəmə baxırdıq. Əgər burada duran rəqəm 5 və 5-dən balacadırsa, onda bu rəqəm olduğu kimi dururdu. Əgər 5 və 5-dən böyükdürsə, onda bunun dəyəri avtomatik 1 vaid artırdı. Bax, məsələn, 2.313. Məsələn, bunda bu işarə dəqiqliyinə yuvarlaşdır deyirəm. Onda olacaq 2.31, amma 2.31, bir də məsələn bura 6 yazıram. Onda nə olacaq? 2.32. Niyə? Çünki bu ədəddən sonra duran artıq 5-dən böyükdür. 5 və yaxud da 5-dən böyükdür. Ona görə artıq bu 1 vaid artdı. Tamam. 2 işarə dəqiqliyi də o deməkdir ki, bizə neçə işarə dəqiqliyi ilə deyirsə, sən nöqtədən o qədər ədəd görəsən nöqtədən sonra. Bax, 2 işarə dəqiqliyi ilə bu rəqəmə görə yuvarlaşdırmaqdır. Bu rəqəmə görə də yuvarlaşdıranda artıq bunun arxasında neçə dənə rəqəm olursa olsun, bunlar hamısı silinəcək. Və artıq bu və yaxud da bundan əvvəldə qalacaq. Bəs biz onda fixed niyə yazırıq? Fix niyə yazırıq? Çünki sən burada Seattle Precision verdin 4. Amma o bilmir axı sən hansı, məsələn, bax burada görsən çoxlu cavablar var. Hansına Seattle Precision vermirsən? Ola bilər ki, məsələn, biz istəyərik ki, ancaq A plus B-ni fix eləsin. Bax, indi tutaq ki, Seattle Precision vermişəm, heç nə eləməmişəm, fix eləməmişəm. Tutaq ki, yazıram, 2 nöqtə belə bir şeylər, 3 nöqtə, nöqtədən sonra özüm çox ədəd yazıram, məsələn 4.213, bir də 5.32, 321 olsun. Okey, bax, bir dənə fərqə bax indi. Burada görsən, nöqtədən sonra neçə işarə görürsən? Burada 3 işarə, burada 3 işarə, burada 2 işarə. Bizim istədiyimiz nə idi? 4 işarə olsun. İndi mən fixed yazanda gör bu ədədlərin cavabı necə dəyişəcək. Bax. Gördün? 4 işarə, 4 işarə, 4 işarə. Yəni bundan əvvəlki cavablarda 2 işarə var idi, 3 işarə var idi. Bir növ o toplayır, cəmləyir məsələn burada. Deyir ki, məsələn, belə bir şey yaranır. Məsələn, riyaziyyatda 3.3 belə davamlı gedir. O, məsələn, cəmləyəndə belə bir cavab alır. Məsələn, öz istədiyi kimi saxlayır özündə. Məsələn, bura qədərini saxlayır. Amma bizdə sualda deyib ki, məsələn, 4 işarəsini saxla. Ona görə bizə bu hissə lazımdır. Mən də gördüm, fixed yazmayanda o özü tənzimləyirdi neçə dənə olacaq nöqtədən sonra, neçə dənə olmayacaq. Amma fixed artıq onu bir növ tetikləyir ki, bax, mən Seattle Precision 4 yazmışam, amma ona əsasən bunların dəyərini qaytar. Tamam, fərqi odur. Yəni, fixed ona görə yazılmalıdır. Burada səhv nəymiş? Yəni, nöqtədən sonra burada nöqtəli vergül qoymamışam. Aydın oldu Seattle Precision'dan fixed. Bəli. Bax, bu da 100 bax. Bu da belə. Gələk O və P sualına. Buranı mən başım şişmir. Gəl, asan, şərtin deyim, bir dənə özün yazmağı yoxla burada. Deməli, bax, sənə bir dənə X ədədi verəcək, amma real ədəd, yəni nə? Double. Sənə bu ifadə verilir. Bax, X-i 3 dəfə öz-özünə vurmalısan, X-in kubudur. Hətta gözlə bunu belə götürüm, bura gətirim, burada yazaq. Müəllim. Aha, de. Kvadrat square idi, yəni skvırtı. Bəs kub necədir? Kub cıbırıtı. Belə. Cıbırıtı. Bu da sıqırıtı. Bu square'dır, bu da kubdur. Bu da kub root, square root. Amma bu sualda lazım olmayacaq. Çünki o bu işarələrdir. Bax, bu
bir də bu. Tamam. O məsələn burada görüm hansı sualda var idi mi? Yadımda deyil. Tamam. Hə, bax məsələn bu sualda square root deyir sualda. 178-in kökünü tapmalısan. Tamam. Amma burada indi deyəcəm nədir? Bax məsələn yazaq bu ifadəni yazıb belə. X-in kubu çıxılsın. Burada baxaq. 5x kvadratı böl 7 5x kvadratı böl 7 üstə gəl 9 vur x çıx 3 böl x üstə gəl 1. Aha, deməli indi baxaq. Bax, adi x-i aldın. Bu riyazi ifadəni adicə koda köçürməlisən. X-i 3 dəfə öz-özünə vurmalısan. Sonra 5-i x, elə ki belə yazmalısan. 5 vur x vur x, ya da ki powerla da yaza bilərsən bu x hissəsi. Sonra da bunu bölməlisən 7-yə. Sonra üstünə gəlməlisən 9 vur x-i. 9 vur x. Sonra nə etməlisən? Çıxmalısan 3 böl x-i. Yəni bu, üstünə də 1 gəlməlisən. Vəsə, bunu indi koda köçürdəsən sadəcə. Bir dənə sən yoxla gör yazmağı. Bir də sonda unutma 3 işarə dəqiqindən yuvarlaşdırmalısan. Necə? Siyahut presizyonda, yəni 3 işarə dəqiqliyində. Bəyək bax. Bu sualda 4 işarə dəqiqindən yuvarlaşdırdıq. Bax, öz yazıbdır. 4 decimal digit. Yəni, nöqtədən sonra 4 işarə olmalıdır. Amma o da deyil ki, 3 decimal places. Yəni, nöqtədən sonra 3 işarə olmalıdır. Onu bəyək kimdə, yəni siyahut precision eləyəsən, sonra da fixed eləyəsən. Tamam, bax, bu hissəni də hər ehtimala belə qoyuram. Sənin üçün bura lazım olsa, bax. Yəni, onsuz şəkilləri görəsən. Sadəcə yəni, bu işarə qarışdırmasını sən bölməkdir. Я скажу, что ваши любимые ютуберы пытались обмануть монету и успели. Пытающиеся отговориться от ареста до другого блогера, устроившего погоню на высокой скорости. Я разберу, как они избежали правовых последствий своих самых безумных глупых. Тетя, мама! Поставили завтра готовятся. Давайте смотреть, что и клевую упаковку это обычный неизвестный японцы могли писать, что если зеленый правда, действительно как строчки фасоли и продукты. На самом деле это легкий, соленый и поиск очень хорошо вкуса. Вообще такое можно было придумать. Следующее у нас выпрыгивает из коробки конфеты Skittles с супермаркетом упаковки. И что-то мне подсказывает, что они также будут не совсем обычными. И да, оказывается, в Японии Skittles мягкие и полупрозрачные. Давайте попробуем разрезать. Внутри они напоминают структуру желейных двигателей, только они более цепучие. В случае фруктовые ароматы совсем кровные. Так, а это у нас что? Это мультяшная пицца, что ли? Нет, это печеньки, на которых намазан кетчуп, какой-то соус и сыр. И вместе это, наверное, самые маленькие пиццерии. Их тут очень много, и написано бесплатно, например, настоящую пиццу. Да. Только посмотрите, какую Кока-Колу пьют японцы. Судя по надписи, эта кола посвящена игре League Legends. Это не реклама и какой-то... Müəllim, Но где-то... biz orada y-ni yazırıq cinə, yoxsa x-i? X-i. Bəli? X.
Ah. Çünki bax ifadədə hamısında x. Ah. Посмотрите, в каком красивом вагончике они выезжают, чтобы было каждый чипс имеет несколько поколений различных специй и частичек съедобных веществ. Когда я попробовал, просто дело от этого невероятного вкуса. Они соленые, с ароматом лавров и нотками чего-то сладкого. Я не очень люблю чипсы, ведь это не самый полезный продукт, но вот такие чипсы я бы хотел хоть раз в неделю кушать. Достаю вот такую большую и увесистую коробку с милым котиком, у которого горят щеки. Интересно, почему? И внутри нас ждут разноцветные упаковочки и большой пакетик банана. Но это не все. Под белой тарелкой нас ждали палочку для суши и еще больше загадочных пакетов. Чувствую я, что это будет самый прокачанный доширак в мире. Для начала разрезаем зеленую упаковку с нарисованным огнем, достаем из нее мешочек с чем-то очень твердым и ставим его на дно основного контейнера, закрывая сверху белой тарелкой. В нее мы размещаем мешочек, после чего извлекаем содержимое упаковки с розовым рисунком и выбираем телефон. Так, что у нас тут? Ничего себе, какой вкусный запах! Кажется, это мясо в каком-то соусе или концентрированном бульоне. Также вижу там специи и перец. Судя по красному цвету следующей упаковки, у нас тут очень острый соус, немного жира и еще что-то горячее. Если среди вас есть японцы, то напишите, что это. Из следующего пакета у нас вылезает наростки семян фасоли и птицы. И сверху все это мы посыпаем кусочками кальмара, кажется. Я думаю, многие ресторанные блюда позавидуют такому разнообразию. Теперь нам нужно налить немного обычной воды в нужный отсек с тем белым мешочком. И уже через 2 секунды он начинает пускать пузыри и выделять тепло. Надо быстренько накладывать сверху тарелку и закрыть все это крышкой. Подождите, мы совсем забыли налить воду в самый канал. Теперь порядок. Через 5 минут из-за более химической реакции вода сильно нагрелась, и это тепло постепенно передавалось на внутреннюю тарелку, нагревая наше блюдо. Подождав еще некоторое время, мы собрали складные палочки для суши и открываем наше чудо-блюдо. Запах просто невероятно вкусный, но он настолько острый, что это острота не должна не насладиться им. Хотя думаю, что любители остроты заценили этот вкус. На следующей упаковке нас встретила надпись, которая говорила о том, что это цветные жемчужины из шоколада. Выглядит как конфеты с сахаром, но на самом деле это десерт, который надо еще приготовить. Для этого нам понадобится горячий батон, куда мы добавим наши Что такая Михаил целый мне за жопу, ну и я решил мне играть в крутые базы, не угодился. Можно написать Якова? Мне тут птички нашептали, что ты хочешь посмотреть больше. Нас рассчитывает низко. Время прокачать GTA 5. Уже 5-й, 6-й раз. Я вообще не умею читать больше 3. Мы уже делали монтажи. Bəli, 5 dəqiqə. Я построил боевой автобус из Фортнайт. Пройдя очередное смертельно опасное испытание. Короче говоря,
Я установил самый реалистичный. Что обладает большей разрушительной силой, лава или кислота? Чтобы найти ответ на этот вопрос, мы устроим своего рода научное состязание. Испытания на 7 объектах. Таким как нагорение, альпат, пласты льда, игрушки, бейсбольная бита, бриллиант и настоящий исправный автомобиль. Вау! Вау! Müəllim, Aha. Я пригласил, чтобы чуть mən elədim, amma məndə başqa cavab verir. Okey, submit elə bax. Bəli. это милое. А его оппонентом в этой битве будет признанный король лавы, которому вы знаете больше, чем вы соседи. С канала «Друзья» знаешь, но есть одно но. Я сам не буду просто наблюдать со стороны. Для каждого из этих объектов я применю секретную разрушительную силу, которая всегда будет разной. Например, для ноги это могут быть прожорливые пираньи. Şey eləməmsən axı, Seattle Precision eləməmsən. Bəli? Seattle Precision eləməmsən axı. Ha. 3 işarə dəqiq, 3 dənə. Если вам, я бы сказал, кислота. Вы еще не знаете шутку щупак я. Победитель сегодня получит автомобиль. О, тут можно ездить? Да. Только успели мы взяться за дело. И тогда Müəllim, Aha. mən bir dənə şeyi başa düşmürəm. Siz Precision'ın yanında rəqəmlər yazırsınız. Mən hardan bilim, yəni 1 yazım, 2 yazım, 4. Bax, bir dənə sualına axırına bax. Gör burada nə yazıb. 3 decimal places. 3. Yəni 3. Ondan əvvəlki sualda görsən 4 yazmışdı. Amma burada 3 yazılıb. Deməli 3 yazmalısan onun içinə. Снаружи она, как видите, сильно опуглилась, но внутри приготовилась просто идеально. Получилось отличное рождественское. Можете поверить мне, нас отлично выбрали. Вот это ладно. Теперь настало время кислоты. O məndə error verir müəllim. Predicon yazmışsan. Belə. Оказалось просто потрясающе эффективно. Вот, смотрите, как вам нога идейки? Что тут темное, что прозрачное? Темное — это как раз нога. Ну что, вытянул ее в кусок? Да, проверим. Поиски результатов не принесли. Азотная кислота явно все сделала по-честному. Теперь, чтобы выиграть первый раунд, мне надо было пустить в ход мощный X-Factor. Им должна была стать стая из 50 пираний, которых я нашел в зоомагазине. Меньше чем через минут ноги осталось лишь кость. Однако мой план рухнул, когда я решил забрать пираньи. Потому что в Калифорнии, оказывается, их запрещено держать дома как питомцев. Но в магазине мне сказали, что тетры, хотя они и мельче, при достаточном количестве справятся с задачей ничуть не хуже пираньи. Зритель, погруженная в воду нога деньги, сразу вызвала ажиотаж. Но ущерб оказался практически нулевым, что ввергло в стыд меня и, наверное, всю жизнь. Вы же сказал, что съешь, что останется. Ничего подобного я не говорил. В этом раунде победила кислота, а во втором нас ждал айпад. Кевин и Лава жаждали победы. А то, что планшет показывал видео зрителей собственного YouTube-канала, Bəli müəllim. Alımda deyirəm. Yox, baxa bilərsiniz. Mən submit elədim, o mənə error verir. Tamam, baxalım. Məncə Precision'da nəysə düz yazmamışam. Aha, bax, belə yazılmalıdır. Bax. Sənin kodun budur. Bax, Seattle Precision. Birincisi belə. Precision. Bunu bir dənə ayrıca yazırsan. Belə. Sonra da gəl aşağıda bir dənə Cout Fixed Y.
İndi bir dənə bunu özündə düzəldək. Özün düzəltmiş olasan ki, yadında qalsın. İndi sən WhatsApp-dan da onun yazılışını atıram, yadında qalsın. Стал более ярким и насыщенным. Это достаточно убедительно звучало мне потом, что есть кислоты, способные мгновенно растворить любой металл. Подскажите, по-своему, мы видели популярные видео, где металлическая ложка в считанные секунды растворяется в кислоте. Но обратите внимание, потом его можете спокойно погружать пальцем в жидкость, потому что это не кислота. Это разбавленная водой газировка Mountain Dew, а ложка сделана из гари, которая растворяется в обычной воде. Некоторые смеси кислот способны растворить определенные металлы, но в случае с крупными кусками на это уйдут часы. В общем, после начала пришел черед моего Bir də burada yazmışsan 5 vur x vur 5 vur x. Bəli. Bəli. O belə olmalı ekrana bax. разрушительных способностей, я уверен. Но насколько Çünki мне bir saniyə bax. Burada 5-in kvadratı yazmayıb. Ancaq x-in kvadratına aiddir bu. Yəni x-i 2 dəfə yazmalısan. Onda düzəlt. физической энергии химического столько, что он проделал дыру в стене. Вау! Чуть пополам не разорвало. Последствия кошмара. Что ж, твоя кислота явно отдыхает, Найджел. Это порядок? Класс. Теперь мы все шли вровень, и настал черед ледяного. Вы готовы? Огонь против льда! Раскаленная лава тут же принялась затихать. Что такое? Слава! Слава! Даже через один класс не прошла! Да, пузыри получились классные, но в остальном для Кэттина это было... Смотрите, спагетти из лавы! Трейфери зафиксировал, что лава прошла лишь один из 12 пластов. После было слишком поздно. А значит, пришла пора кислоты. И почти сразу же... О, вау! Она обослала. Ух ты! Ух ты! Пытаясь прицелиться, смешиваясь с водой, кислота прожигала слой за слоем за счет экзотермической реакции, прорезая пласты льда, словно масло. Еще один! За тебя воняет! В итоге кислота Найджела прожгла все пласты льда, а значит, мне с моим X-фактором надо было сделать то же самое и вдобавок быстрее. Джентльмены, я буду действовать скорее как Кевин, чем как Найджел. Эффекта никакого. Зато ты у хорошего инженера всегда есть запасной план. На помощь пришла потенциальная энергия от моей Corporation. Она сломала не только мой лед, но и от Найджела. И мой тоже. Да! Технический фол, вернее, но наш рефери явно был пристрастен. Не огнемет и внимание. Müəllim o mənə 20 bal verib. Okey, baxaq. Bax ekranına görək nədirsə. Burada yazılanda görək düz işləyirmi? 1 verəndə sənin kodun nə verir? Bir verdi, 7.286 verdi, düzdür. Burada 3 vur yox, 3 böl x olmalıdır. 3 bölü 3. Baba, şurada bak, ne yazıb? 3 böl x. Aha, indi gördüm. Tamam. После выпадения осадков из нескольких видов кислот жители городка были разве что рассосаны. Полностью устроишь опять желтые. Такого результата вполне следовало ожидать. Ведь у полимеров очень устойчивая химическая структура, и кислота не может разрушить их. Именно по этой причине игрушки так долго разлагаются на свалках. И именно по этой причине большинство видов кислот хранят в пластиковых емкостях. После такого провала настал черед X-фактора Марка Робера. В виде огромного двухтонного камня. Пока я перевариваю случившееся, самое время напомнить, что если вы еще не были Фрэнч, то вы можете это бесплатно с помощью Roblox. А именно в игре построить Кеду Смарт Робот.
используя свои инженерные навыки, чтобы помочь мне победить злого толстокоза и спасти моих приятелей. Мы в Тане работали над этим проектом больше года. Я знаю, кое-кто разъяренно скажет. Ты специально делаешь, чтобы учить детей физике. Как ты смеете такое говорить? Если кто-то в ходе игры попутно узнает больше о реактивном движении второго Ньютона, я тут совершенно не в чем. А самое классное в том, что если вы пройдете игру с Толстяком Газом до конца года, у вас будет шанс получить платиновый билет, приехать в Кроншлайцер, и мы целый день будем строить реальную версию. Yazdım. Bəli. Bəli. Düz oldu. Bəli. Düz oldu benim. Nə? Yani submit Aa, elədi. Bəli. İndi. Bəli, 100 verirəm. Aha, qəşəng. Tamam, o sualdan bir problemi yoxdur ki. Siyah precision falan. Xahiş. Göstərsən. P sualına da baxaq. P sualda asandır. A verib N veribdir. Nə etməliyik? Power A N. Yəni belə. Şöflə. Tamam, görsün. Güzel. Aha. Deməli, bizə 2 dənə ədəd verir. A və N. Bəli. Səndən istənilən odur ki, A üstü N-i tapasan. Yəni 2 üstü 10 1024. Üstü nə demək istəyirəm? Yəni məsələn 2 üstü 2, yəni 2-ni 2 dəfə özünə vuranda 4. Sonra 2 üstü 3 8. Üstü bu deməkdir. Tamam. Yəni 2-ni neçə dəfə öz-özünə vuracaq məsələn, ya da A-nı neçə dəfə öz-özünə vurmalıdır. Bunun üçün nə öyrənmişdik? Power funksiyası. Onun üçün yazırıq ki, long A və B sin AB siyahıta nə verməliyəm? Siyahut hissəsini səndə nə yazın? Power funksiyası. Pov A B. Okey. Bəli. Nə deməkdir bu? A-nın üstü B. Bəli. Yəni power-da yazılma ardıcıllığından. Yəni bura biz əgər A B yazmışıqsa, o da gəlib A-nın üstü B-ni tapacaq. Bir növ belə oxunuş qaydası kimi. Yəni A B. Okey. İndi biz bunu məsələn run eləyib 2 10 yazsaq. 2 10 1024. Tamam. Okey, bu da asan sual idi. İndi okey, homework səhv qrupa girdim. Homework 9 bitdi məncə. Homework 9-dan sualın yoxdur ki. Yox, asan hər şey. Qəşəng. Onda bir dənə baxım. Homework 8-də bəzi boşluqlar var idi, amma baxmışdıq məncə bunların hamısına. Okey, bir dənə təzə onda homework qoyuram sənə. Homework 10. Deməli bu təzə homework-umdur 6-cı günə. Demək olar hər şey keçdiyimiz şeylər aiddir. İndi bir-iki suala da baxarıq. Deməli nə olacaq homework ondan sonra? Homework ondan sonra bir dənə exam olacaq. 6 examı fikirləşirəm bazar günü edəcəyik böyük ehtimalla.
Okey, yəni indi belə olacaq. Yəni 6-cı günə qədər sən homework-onu yazacaqsan təkcə. Bazar günü də sənin üçün bir dənə imtahan olacaq. İmtahan da necə olacaq? Məsələn, mən yenə bu tipli belə bir şey qoyacağam, yarış. Amma yarışda nisbətən az sual olacaq. Məsələn, 5 sual. Mən sənə qabaqcadan 6-cı gün yazacağam ki, bu sualları neçə saatsa ərzində yaz. Yanına bir dənə timer qoyasan. Yarış belə olacaq. Bazar günü səhər saat 8-dən axşam saat 12-yə qədər aktiv olacaq. Amma bütün gün yazmağın boyunca olmayacaq o. Necə olacaq? Sən məsələn gəldin, saat 10-da boşsan, səhər saat 10-da. Başladın yazmağa. Ancaq saat 11-ə qədər vaxtın var. Saat 11-dən sonra artıq hansı həlli atdınsa mən onu qəbul eləməyəcəm. Yəni məsələn də indi mən deyəcəm neçə saat vaxt verirəm. 1 saat vaxt verdimsə 1 saat ərzində yazasan ancaq. Yəni nə vaxt başladınsa o andan üzü o yana. Tamam? İndi 6-cı yenə də detallı. Mən bir də şey başa düşmədim. Siz mən bu timeri necə yandırım? Yəni mən odduq istəyəndə, yəni timeri dayandırıram yoxsa? Yox, sadəcə tutaq ki, indi yarış açıldı da, tutaq ki, homework on. Hə? Timer yəni istədiyin telefondan da aça bilərsən. Yəni Google-a yaz, timer. Stopwatch, yox, timer, hə. Bura gəlib yazsan ki, məsələn də bu indi 1:00 yazsam, hə, 1 saat. 1 saatı başlatdın, keçirsən yarışa. Başdan sualları yazmağa. Nə vaxt ki bu 1 saat doldu, avtomatik yəni özünü saxlayırsan. Yəni yarış bağlanmayacaq. Sadəcə sən istəyirəm ki, o verdiyin müddətdə yazasan yarışı, tamam? İndi 6-cı gün yenə də ətraflı məlumat verəcəm imtahanla bağlı. Bazar günü olacaq böyük ehtimalla. Sadəcə qabaqcadan dedim ki, yəni bu imtahandan qabaq hələ ki axırıncı homework-unuzdur, amma indi evdə onu 8-dən 11-ə qədər yoxsa 12-yə? Səhər dilim dolar. Səhər saat 8-də açacağam. Axşam saat 12-yə qədər aktiv olacaq. Sən nə hansısa aranda 1 saatlıq boş vaxtın olsa girib yazacaqsan, tamam? İndi bazar günü olacaq hələ. Onsuz çox var. Hələ indi 3-cü gündür. Yenə də 6-cı Bəs gündə əgər mən 1 saat keçdim, mən yenə də timeri qoyum. 1 saatı keçdin, artıq heç nə yazma. Tamam? 1 saat ərzində nə yazdınsa odur. Çünki mən bunu eləməyin məqsədi odur ki, olimpiyadada da eyni olacaq. Məsələn, sənə 3 saat verəcəklər, 3 saat ərzində 4 sual yazmalısan tutaq ki. Ondan sonrakılar artıq qəbul olunmayacaq. Bəs orada çox sual olacaq yoxsa? Adətən 3 və 4 sual olur və sənə hardasa 3 saat falan vaxt verilir. Və işləmə sistemi necə olur sıralamanın? Məsələn, gəlirlər homework 9-da məsələn hansısa suallardan sənin yarım bal aldığın suallar var idi. Məsələn 73 bal, düzdür? Burada -1 görsən, amma olimpiyadada bu belə görsənəcək. Bir dəqiqə görüm onu aça bilirəmsə, açım görsədim. 1 saniyə. Biz olimpiyadanı kompüterdə eləyəcəyik yoxsa kağız? Eyni ilə necə indi yazırıqsa orada da eyni olacaq. Eyni bu tipli suallar, amma sadəcə suallar biraz daha düşündürücü olacaq. Bu qədər, yəni qısa cavabı tapılmış kimi olmayacaq. Biz evdə yazacağıq yoxsa harasa getməliyik? Birinci tur evdə olacaq böyük ehtimalla, onlayn olur, amma ondan sonraki turlar ancaq məsələn hansısa məktəbdə olacaq ya və s. yəni nəzarət altında olacaq. Və evdə olanda belə onsuz da sənin bu ekranın var ya, yazdığın ekran, o ekran video qeydə alınır və imtahandan sonra onlar incələnir. Əgər sən hardansa köçsümüsənsə və yaxud da başqa bir şey istifadə eləmisənsə, sənin nəticən avtomatik ləğv olunur. Yəni lap tam yazsan belə. Okey, burada göstərə bilmədim, amma sənə təxmini belə bir şey deyim. Bax, bir dəqiqə elə buradan göstərə bilərəm əslində. Bir dəqiqə. Məsələn, bax, düşün belə bir şey. Məsələn, indi bu xarici bir olimpiyadadır və burada 6 sual var. Amma görürsən, bax, hamısından 100 bal alan yoxdur. Məsələn, ikinci sualdan bu adam 99 bal alıb ya da 78 bal alıbdır. Sənin bu 6 sualının və yaxud da neçə sualsa, onların cəmi toplanır və ona görə sıralanır bu. Bax, görürsən, bunun cəmi toplanıb 591 bal yığıb bu adam 6 suala görə.
və ona görə qızıl medal alıbdı. Bax görsən düşdükcə azalır. Məsələn, bayləsi var ki, məsələn bu sualı yazıbdı tam, amma gör bu hardadır? Amma 66 bal alan hardadır? Çünki o biri suallardan daha çox bal alıb. Məsələlərdə bəzən indi bunları bütün mövzuları keçəndən sonra tam o tipli suallar işləyəcəyik. Ona daha yaxşı aydın olacaq bu bal sistemi səndə necə olacaq. Hələ vaxtımız var aprelə qədər. O vaxta qədər yaxşı olacaq, narahat olma. Okay, homework ondan gəl biraz suallara baxaq. Məsələn. Məsələn, baxmaq istəyirəm suala. Biraz qəribə görsən. Gəl baxaq. Dəqiqə görüm nə deyir. Biraz uzun oldu, bir də oxuyum. Deyir, Mişqa var, nə bilim, futbol oynamaq istəyir dostlarına. Aha, deyir, Mişa var, məsələn, deyir, anası ona 3 dənə task verib ki, 3 dənə tapşırıq ki, bunları eləmədən çıxa bilməz evdən, məsələn, futbol oynamağa gedə bilməz. Deyir, ya qabları yuyacaq, ya evi vakumlayacaq, yəni tosterlayacaq bir növ, ya da ki, balaca bacısı ilə oynayacaq, hansı ki, anası həmin vaxt mağazində olanda. İndi bu Mişada özü üçün təxmini vaxt fikirləşir ki, yəni hər bir iş nə qədər vaxt alacaq bunun. Baxır ki, məsələn, qabları yumaq T1 saniyə alır onun üçün. T1 məsələn, burada rəqəmlər veriləcək. Məsələn, deyir, bu qədəri qab yumaq olacaq, bu qədəri evi tosteranlamağıma gedəcək, bu qədəri də bacısı ilə oynamağa vaxtı gedəcək. İndi əlbəttə Mişa olsan hansını seçərsən? Ən az vaxt aparanı ki, tez çıxasan da evdən. Sənə deyir ki, bəs bu ən az vaxt hansıdır? Onu çıxışa ver. Əslində çox asandır. Bax, sənə 3 dənə rəqəm verib 31, 15, 40. Sənə deyir ki, hansı daha azdır yəni? 31, 15, 40-dan hansı azdır? 15. 11. Tamam, nə edə bilərik? Məsələn, yazarıq ki, bura məsələn, L, long, ABC, sin ABC. Deməli, düşünək ki, birinci A ən balacasıdır. Onun üçün iflər yazacağıq. A ən balacasısa yoxlayırıq. A B-dən kiçikdir və A həm də C-dən kiçikdir. Yəni, bunların arasında ən kiçiyi düşünürük ki, A-dır. Ona görə gəlib siyahıta veririk A-nı. Bu oldu birinci hal. Yəni, birinci rəqəmin ən kiçik olduğu hal. Həm bundan kiçikdir, həm də bundan kiçikdir. Sonra ikinci hala baxırıq. Bu hansı haldır? B-nin ən balaca olduğu hal. Onda nə yazırıq? B A-dan kiçikdirsə və B C-dən kiçikdirsə, siyahıta gəl ver B-ni. Əks halda C ən balacadırsa, else if C A-dan kiçikdirsə and C B-dən kiçikdirsə, gəl siyahıta C-ni ver. Bu qədər sadə. Tamam. Sadəcə yoxladım. Müəllim, Aha. orada kod yazmışsınız. Bu, yəni siz çaşmışsınız yoxsa başqa şeydir? Hansı? Bu? Yo. Else if-dən siz kodu yazmışsınız. Else if-dən aşağı. Okey. Qəşəngsən. Diqqətlisən, xoşum gəldi. Hə, çaşmışdım. Əlim səhv basmışdı. Siyahut olmalı. Okey, aydındır bu. Yəni sadəcə yoxladıq ki, hansı ən balacadır və onu çıxışa verdik. Bu kodu qısaltmağın bir dənə üsulu var. Bəlkə də demişəm sizə bir dəfə də deyirəm, yadımda deyil tam. Minimum, maksimum funksiyaları var. Bəli, demişsiniz. Hə, okey. Bir də keçək üstündən. Çünki bayaq qısaldır kodu. Məsələn, minimum, maksimum. Okey. Minimum, maksimum eyni ilə biz necə power yazırdıq və power'ın içinə ədədlər yazırdıq, ona görə işləyirdi. Minimum maksimumda bir növ onun kimi olacaq. Dilim nəsə dolaşır. Hə, minimum AB. Minimum AB yazanda ya da maksimum AB yazanda bu ikisinin avtomatik müqayisə aparır öz içində və bunun dəyəri artıq maksimumu hansıdırsa onu qaytarır. Bunun dəyəri də minimumu hansıdırsa onu qaytarır.
Yəni, məsələn, sən iki ədədi müqayisə aparmaq istəyirsən. AB, onda gəlib məsələn Cout-a verməlisən maksimum AB bunun olacaq ən böyüyü, minimum AB də olacaq bunun ən kiçiyi. İndi bir dənə run eləyək, baxaq, hələ ki bu kodu silirəm burasını. ABC yoxdur, amma gözlə AB daxil eləyək. Long AB sin AB. Okey. AB məsələn olsun 300. 300. Nə verdi? 100-ü verdi, sonra da 3-ü verdi. 100 bunun maksimumudur, 3 isə bunun minimumudur. Əgər sən bayaqki halda məsələn 3 ədəd vermişdə, düzdür bizə? Biz bu 3 ədədin minimumunu tapmalıyıq. Bunun üçün artıq belə yaza bilməyəcəyik. Minimum ABC. Belə bir yazılış yoxdur. Hətta bunu run eləsək. Varmı? Hə, yoxdur. Okey. Belə bir yazılış yoxdur. Ona görə bir dənə bunu düzəltmək üçün sən əgər 2 ədədin varsa belə yazırsan. Minimum AB. Əgər 2-dən artıqdırsa, bura gəlirsən bir dənə bundan açırsan. Burada bundan. Tamam. If-də açdığımızdan, if-i falan yazanda. Bax bu var qabarcıqlı mötərizə. Bu. Bəli. Ondan açırsan həm burada, yəni bir növ onun içinə alırsan yəni bu ədədləri. Artıq bunun içinə istəyirsən 100 dənə ədəd yaz, istəyirsən 1000 dənə yaz, işləyəcək hər bir halda. Sən elə 2 rəqəmlini də məsələn belə yazsan, okeydir. Qabarcıqlı mötərizə açsan hər tərəfindən, sadəcə onu yazırsan. İndi məsələn AB-ni yoxlamışdıq ki, ABC-ni yoxlayaq həqiqətən verəcəyimi. Məsələn elə buradakı ədədləri götürürəm, 15 verməlidir. 31, 15, 40 gəldi 15-i verdi. Bayaqki 3 dənə ifli koddan sadəcə bir sətirli koda düşdük. Gördün nə qədər qısaltdı kodumuzu. Gəl bunu bir dənə də submit eləyək. Müəllim, Aha. belə sözlər var ki, minimum yəni ən balacasını, max ən böyüsünü, bəs orta var, belə söz ki, ortanı götür. Yox, orta yoxdur. Çünki ortanın olmağı biraz şeydir. Yəni məsələn düşün 1, 2, 3, 4, 5, 6 verirsə bunun ortası, yəni sən nəyə əsasən orta, məsələn bunu deyirsən ki, burada 3 versin. Yox, elə bir funksiya yoxdur, amma funksiyasız da onu belə tapa bilərsən. Bu ikisini cəmləyərsən 6 plus 1. Amma bu ardıcıl olan ədədlərdə işləyir. Yəni məsələn 15, 31, 40-da bunu tapa bilməyəcəyik ki, 31 nədir? Tamam? Gərək yoxlayasan səncə onu uzun iflərlə. Amma gələcəkdə massiv deyə bir şey öyrənəcəyik. Onlarla sən ədədlərini avtomatik belə düzəldə biləsən və onları yaddaşda saxlayıb sonra istədiyini götürə bilərsən. İndi onu gələcək dərslərdə öyrənəcəyik. Amma sırf belə minimum maksimum kimi orta funksiyası yoxdur. Okey, bu 100 bal verdim. Buradan baxın başqa sənə çətinlik yarada biləcək sual varmı? Məncə yoxdur. Bax görsən, burada artıq square root işləsən, tamam, siqareti. İşarəsini gördün, məsələn bu suallarda var. Okey, burada başqa çətinlik yarada biləcək sual yoxdur, amma homework onu yazırsan hamısını. Bu sənə həm də imtahanda düşəcək, bazar günü imtahanda düşəcək sualları həm praktik eləməyinə yaxşıdır, həm də ki imtahana qədər bir növ özünü hazırlayasın. Həm də indi həftə 2 dəfə olacaq deyə dərslərimiz daha yaxşı başa düşərsən hər şeyi, daha yaxşı yadında qalacaq. Tamam, evə homework onu verirəm. Başqa da yəni bu sualların da dedim, yəni asanda oxşur. Sadəcə yenə də şərtin başa düşməsən ya da həllində çətinliyin olsa, şəklini çəksən ya da yazsan mənə istənilən vaxt cavab verirəm, tamam? Çox sağ ol. Tamam, bir dənə də əlavə bir şey deyim. Onu hələ ki planlaşdıram, tam şey eləməmişəm. Ola bilsin gələn dərs hazır ola bilər. Bir dənə də mənim şagirdim var. Ola bilsin ki, sizi ondan bir növ rəqabətə salım. Düzdür, o səndən bir növ qabaqdadır. Məsələn, tez başlayıb deyə bəzi şeylərdə qabaqdadır. Amma məsələn, belə bir sistem yarada bilərəm ki, məsələn, həftə sonuna kim daha çox sual işləyibdir.
və həmin həftənin qalibi ya sən olasan, ya da o olacaq. Bir növ sizi rəqabətə salıb daha çox sual işlətmək üçün. Yəni məsələn ola bilsin ki, sən bu həftə məsələn homeworklərdən tutaq ki, 10 sual yazdın. O məsələn 8 sual yazdınsa, sən həftənin qalibi sən olasın. Bir növ yarışma kimi olacaq. Həm daha həvəslə yazarsın sualları. Bəlkə də kiçik hədiyyələr də ola bilər həmin həftənin sonunda. Amma yəni həftəlik belə bir tipli yarış kimi olacaq öz aranızda. Sual, yəni əsas sual sayına baxacağam ki, kim nə qədər sual yazıbdı. Tamam, indi gələn dərs daha əgər bunu tam eləmək istəsəm, gələn dərs daha da ətraflı məlumat verəcəm sənə. Hələ ki belə bir fikrim var, tamam? Bu dərslə bağlı onda nəsə sualın yoxdursa, bu dərsi yekunlaşdıraq. Çox sağ ol, hər şey Tamam, seçdim. qəşəng. Onda nəsə sualın olsa yazarsan, tamam WhatsApp-dan. Tamam, görüşürüz.